İndi struktur islahatları gedir. Bir çox elmi tədqiqat institutları bir-biri ilə birləşdirilir. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib. Ölkə başçısı bildirib ki, struktur islahatları ilə paralel olaraq kadr islahatları da gedir, daha müasir, daha gənc kadrlar önə çəkilir. Burada keyfiyyət əmsalını da tapmaq o qədər də çətin deyil. Bu dünya praktikasında var. Nə qədər sənin elmi əsərlərin hansı elmi jurnallarda, hansı dərgilərdə çap olunub və sənin elmi potensialın nə dərəcədə bugünkü reallıqlara uyğundur. Əgər biz doğrudan da elmi inkişaf etdirmək istəyiriksə, sadəcə elmi işçiləri işlə təmin etmək yox, elmi inkişaf etmək istəyirsə, bu islahatlara getməliyik, bu qaçılmazdır. Bunu biz eləməsək, onda inkişafın da müəyyən məhdudiyyətləri olacaq. Çünki dəfələrlə mən bunu demişəm, bir də deyirəm, tam şuurlu şəkildə inkişaf etmiş ölkələrin inkişafı ancaq zəka, ağıl, təhsil, elmlə bağlıdır. Neftlə, qazla yox. Baxın, neftlə, qazla zəngin olan ölkələrin vəziyyətinə və inkişaf etmiş ölkələrin. Bəli, neftlə, qazla zəngin olan ölkələr arasında uğurlu ölkələr var. Çox deyil, amma var. Onların texnologiyaları hardan gəlir? Onlar özləri mi onları icad edir? Yox. O gəlir beyin mərkəzlərindən, texnoloji mərkəzlərdən. O da nəyə bağlıdır? Təhsilə, elmə. İnkişaf etmiş ölkələrin inkişafının təkcə neftlə, qazla yox, həm də zəka, ağıl, təhsil və elmlə bağlı olduğunu vurğulayan dövlət başçısı son 20 ildə Azərbaycanda yeni ali təhsil müəssisələrinin yaradıldığını da qeyd edib. Həm xaricdə, həm də Azərbaycanda təhsil almış çoxlu gənc mütəxəssis var. Müxtəlif dövlət proqramları tətbiq olunur. Bütün bunlar ölkə başçısının da qeyd etdiyi kimi həm təhsilin keyfiyyətinin artırılmasına, həm də yüksək istedadlı kadrların yetişdirilməsinə şərait yaradır. Cənab Prezidentin son çıxışında təhsil və elm sahəsində verdiyi son mesajlar inzibati islahatlardan daha çox Azərbaycanın güclü dövlət konsepsiyasına söykənən strateji baxışdır. Bu yanaşma resurs iqtisadiyyatından zəka iqtisadiyyatına keçid deməkdir və sözsüz ki, inkişaf etmiş ölkələrdə olan təhsil modellərinin Azərbaycana tətbiqi də bu istiqamətdə özünü göstərir. Onu da qeyd etmək istəyirəm ki, ədalətli kadr siyasətini və elmin təhsillə vəhdətini əsas prioritet kimi önə çəkilməsi deməkdir. Burada məqsəd elmi pasiv strukturlardan çıxarıb gənclərin enerjisi ilə birləşdirərək ölkənin dayanıqlı inkişafının əsas hərəkət verici qüvvəsinə çevirməkdir. Ölkədə təhsil sahəsində aparılan islahatlar və prezidentin açıqlamaları fonunda bir daha bəlli olur ki, Azərbaycanda təhsilin inkişafı düzgün aparılır və islahatlar davam etdiriləcək.